Ya Allah. Salam aleyküm hörmətli izləyicilər. Abşeron rayonunun Saray qəsəbəsində. Bax bu Allahın nemətidir bu yağış. Bu yağışda havada istəyirik ki, bax ev sahibi olmaq istəyənlər ev sahibi olsun. Vahid Əmlak səhifəsində yəni izləyən adamlar bilirlər ki, ancaq şəxsi evlər şakadadır da yəni. 3 sotun içində sənə 180 kvadrat bir dənə ev təklif eləyirəm. Çıxarış kənd təsərrüfatı təyinatlı, qaz, işıq, kanalizasiya hər bir şey var, mümkündür. Bir dənə sənə panoramasını göstərim. Bax, buradan birbaşa gölə panoramadır, bax. Gözəl insanlar. Bugünkü gündə, bax, Saray qəsəbəsində belə bir ev bu qiymətə yoxdur. Evindəki 4 otaqdır. Qiyməti bilsən nədir? 88.000 manat. Real alıcı. Gəl, sənin içində indirim eləyək. Bax, evimizin içərisinə buradan daxil oluruq. Bax, gördüyünüz kimi. Bura, dəyərli izləyicilər. Yəni, elə bilərsiniz, buranı qonaq otağı kimi təqdim edirəm. Yox, bura nə koridordur. Koridorun da eni maşallah 4 metr. Normalda zal kimi də istifadə eləsən 5 otaqdır. Necə? Gəl, bir dənə sənə zal göstərim. Zalın uzunluğuna bir dənə bax. Qal bir dənə zalın başında, qardaş. Bir dənə zalın uzunluğuna bax. Əgər bu uzunluqda, əgər mən çıxardan kvadratda bu qiymətə Saray qəsəbəsində ev çıxardan oğlan varsa gəlsin qabağa. Çıxsın qabağa desin ki, şakadan qabağa bu kvadratda bu qiymətə çıxardıram. Deyirsiniz, niyə? Bəzən mənə deyirsiniz ki, otağın da biri burada. İndi işıqlar hal-hazırda burada lamuska yoxdur da. Deyirsiniz ki, məsəl üçün, Vahid, sən niyə makler evi çəkmirsən, şəxsi evə daha çox üstünlüyü versən? Çünki, qardaş, mən əzəlindən təməlim belə qoymuşam da bu işin. İndi bir dənə yaxınlaş bura. 40'lıq divar görmüşsünüz də, yəni bax gör bu 40'a oxşuyur. Bax, bu divar 44. Gəl, metrəni də al əli və ölç, 50 sm eni rahat var. İndi, qardaş, gəl bura. Bax, kombi xəttləri zadı çəkilib. Özü də ki, şəxsi tikilidir ya, şəxsi tikili. Bir dənə bu deçik otağa bax. Bizim çox evlərin, bəzi evlərin, satılan evlərin elə bir spalnisidir bura. Maşallah, maşallah, wow. Hamam tuvaletin koridoruna baxsan. Bax, kombini belə yerdə quraşdırarlar. Görürsən, evin elə bir yerində mənzərəsində quraşdırıblar ki, bax, hər bir şey. Gözəl insanlar, kafel vurulub, metlaq vurulub, hər bir şey hazır vəziyyətdədir. Dəyərindən ucuz, demirəm belə daha təcili əlim yanında da satılır, yox. Sadəcə satılır. Ev sahibinə pul lazım. Deyə ehtiyacım yoxdur, qardaş, bu evə satıram. Fikrin ciddi realdırsa, 3 sotdan əlavə torpaq artıra bilərik burada. 3 sotdan əlavə. Amma fakt 3 sotun içində 180 kvadrat, stat qiyməti 88.000. Realsan, fikrin ciddidir, gəl.